الصلاة ومن ذريتي رب اجعلني مقيم الصلاة ومن ذريتي ربنا وتقبل دعاء رب اجعلني مقيم الصلاة ومن ذريتي ربنا وتقبل ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب ولا تحسبن الله غافلا عما يعمل الظالمون إنما يؤخرهم ليوم تشخص فيه الأبصار رب اجعلني مقيم الصلاة ومن ذريتي ربنا وتقبل ربنا وتقبل ربنا وتقبل دعائي ربنا اغفر لي ولوالدي وللمؤمنين ربنا وتقبل دعاء ربنا وتقبل دعائي ربنا اغفر لي ولوالدي
ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب. ولا تحسبن الله غافلا عما يعمل الظالمون. رب اجعلني مقيم الصلاة ومن ذريتي. ربنا وتقبل دعائي. ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب. ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب. رب اجعلني مقيم الصلاة ومن ذريتي. ربنا وتقبل دعائي. ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب. ولا تحسبن الله غافلا عما يعمل الظالمون. ربنا وتقبل دعاء. ربنا وتقبل دعائي. ربنا اغفر لي ولوالدي
ولا تحسبن الله غافلا عما يعمل الظالمون إنما يؤخرهم ليوم تشخص فيه الأبصار بسم الله الرحمن الرحيم الله أكبر بسم الله الرحمن الرحيم يا أيتها النفس المطمئنة ارجعي يا أيتها النفس المطمئنة ارجعي إلى ربك راضية مرضية فادخلي في عبادي فادخلي في عبادي ارجعي إلى ربك راضية مرضية فادخلي في عبادي وادخلي جنتي صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما
أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين، ثم الصلاة والسلام على سيدنا محمد. اللهم صل على محمد وآله الطيبين الطاهرين، سيما بقية الله في الأراضين، ناموس الدهر حجة ابن الحسن. قال الله في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم، بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. صدق الله العلي العظيم. İbadat itaətlərimizin, dualarımızın qəbul olunmağı, bu məclisin Allah dərgahında qəbul olunmağından ötəri səlavat edeyim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah hamd verə, izzət-i cəlalına. Allah mütəal bizi bağışlamamış bu dünyadan aparmasın. Allah bizi Həzrət-i İmam Hüseyin əleyhissalamdan ayrı salmasın. Allah şəhidlərimizi rəhmət eləsin. İmam Hüseynə qonaq eləsin inşallah. Keçən gecədə biz İmam Hüseyin əleyhissalamın məktəbindən götürəcəyimiz dərslər barəsində danışdıq. Qeyd elədik, İmam Hüseyin əleyhissalamın məktəbində mühüm məsələlərdir. İmam Hüseyin gözümüzdən pərdəni çəkir. Biz həqiqətləri düzgün analiz eləyə bilək, düzgün baxa bilək, bütün zamanlarda, bütün məkanlarda biz haqla batili düzgün seçə bilək. Əgər haqq əhlini tanımasan, sən haqqı tanıya bilməzsən. Sən haqqın ölçüsünü bilməsən, haqq əhlini tanıya bilməzsən. Haqqın ölçüsünü bilmək mühümdür. İnsan birinci haqqın ölçüsünü tapmalıdır. Bilməlidir, haqqın ölçüsü budur. Onunla da nə etməlisən? Ölçü əlində götürməlisən və baxmalısan. O qəlibə düşən nədir? Haqqdır. Düşməyən batildir. Həzrət Əli əleyhissalam məşhurdur. Həmən Siffin müharibəsində və Cəməl müharibəsində Həzrəti Peyğəmbər, Həzrət Əli əleyhissalam Cəməl müharibəsində dayanıb, dedilər, ya Əli, sən burada Peyğəmbərin qohumu, o yanda Peyğəmbərin qohumları, bibisi oğlu orada, Peyğəmbərin bax elə, bu həyat yoldaşı da oradadır. Orada da Peyğəmbərin qohumları, burada da Peyğəmbərin qohumları, bəs haqq qardadır. Mən neyniyim? Olur da indi də var da, deyir, bu da dindardır, o da dindardır da, mən indi kimə qulaq asım? Eşidirsiniz də, çox eşidirsiniz. Bu da alimdir, o da alimdir, mən kimə qulaq asım? Bu da kitab oxuyub, o da kitab oxuyub. Bir dəfə belə bir şey olmuşdu, bir nəfər danışırdı, gördüm düz danışmır. Müəyyən dəlillər qabağına qoydum, dedim, qardaş, düz danışmırsan da. Dedi, axı, mənə bunu tələbə deyib, sən də kitab oxuyub, o da kitab oxuyub, axı. Deyirəm, mən də kitab oxumuşam, o da kitab oxuyub da, elədir. Əgər o düz deyirsə, mən yalan deyirəm. Mən yalan düz deyirəmsə, demək, o yalan deyir. İkimizdən biri yalan danışır da. İkimizdən biri yalan danışır. Məsələ bu deyil, əzizlər, haqqın ölçüsü var, o ölçü səndə olmasa, sən başqa şeylərlə aldanarsan, başqa şeylər səni azdırar. Oxumaq, savadlı olmaq, adsanlı olmaq, Peyğəmbərə qohum olmaq və ilaxır, bunlar məsələni həll eləmir. Haqqın ölçüsü mühümdür. İmam Hüseyin əleyhissalam, baxın əzizlər, diqqət eləyin bu cümləyə. İmam Hüseyin reallıqla ortada olanları neynədi?
Mövcud olanları neynədi? Reallıqla həqiqəti götürdü, toqquşdurdu. İmam Hüseynin Kərbəlasıdır. İmam Hüseyn əleyhissalam reallıqla həqiqəti toqquşdurur. Qoyur ortaya, deyir, baxın, biri var, həqiqətdə hacı necə olmalıdır, bu hacıya bax. Həqiqətdə namaz qılan necə olmalıdır, bu namaz qılana bax. Həqiqətdə müsəlman necə olmalıdır, bu müsəlmana bax. Həqiqətdə mömin necə olmalıdır, bu möminə bax. Həqiqətləri qoydu ortaya İmam Hüseyn əleyhissalam və reallığı qoydu. Dedi, baxın, reallıqda siz müsəlmanlar bu cürsüz. Sizin gözünüz kördür, siz həqiqəti görmürsünüz. Amma müsəlman belə olmalıdır. Baxın yanındakiyə. Müsəlman belə olmalıdır. Mömin belə olmalıdır. Müminin iti baxışı olmalıdır. Mömin bəsirət sahibi olmalıdır. Bəsirət sahibi olmaq, göydə uçmaq yox, quşlar da uçur. Suyun üstündə gəzmək deyil. Bəsirətli olmaq, həqiqəti düzgün yerində görmək, düz görmək. Bəsirət sahibi olmaq, yəni bu. Ayıq olmaq. İmam Hüseyn əleyhissalam neynədi? Bunları qoydu ortaya, göstərdi bizə. Buyurdu ki, diqqətli olun, buna diqqət eləyin. Mən bugün İmam Hüseyn əleyhissalam barəsində ziyarətnamədən siz oxuyursunuz, Ziyarət-i Aşurada oxuyursunuz. Ziyarət-i Aşurada Məsum əleyhissalamın bizə bir neçə tapşırığı var. 2 dənə ən mühüm tapşırıqlardır. 2 nöqtə çox mühümdür. Çox orada nöqtələr var. İkisi ən mühümüdür. İmam Hüseyn əleyhissalamın məktəbində biz o 2 mühüm nöqtəni əldə eləməliyik. O nədir? İlk öncə müqəddimə olaraq bunu qeyd edeyim ki, bir insanın böyüklüyünü, kiçikliyini təyin edən onun hədəfidir. Bir adamın nə qədər ruhi cəhətdən, şəxsiyyət baxımından, nə boyda adam olmağını bilmək istəyirsənsə, bax onun hədəfinə. Biri neyniyər? Biri qapının ağzına oduncaq tökəcək, biri nə bilim neyniyəcək, biri neyniyəcək, hərə bir cür. Elədir. Biri cəmaatın ayağının altına daş atacaq, filan eləyəcək, biri nə bilim neyniyəcək. Hərə bir cür. Birinin amalı, düşüncəsi nədir bu dünyada? Qarnıdır. Birinci puldur, birinci nə bilim nədir, hərə bir cürdür. Baxırsan, bunun üçün yaşayır da bu adam. Bu adam bu cəmiyyətdə bunun üçün yaşayır. Amma cəmiyyətdə adamlar var, kişilər var, görürsən, onlara qarşı da nəsə olanda, onlar amma neynəmirlər, sarsılmırlar. Onlar daim böyüklüklərini qoruyurlar. Çünki hədəf böyük qoyub özü üçün. Hədəfi böyüdür. Alimlərdən biri dedi ki, oğluna dedi, kim olmaq istəyirsən? Dedi, ata, sənin kim olmaq istəyirəm? Dedim, mən İmam Sadiq olmaq istəyirdim, belə oldum. Sən mənə baxırsansa, səndən heç nə olmaz. Sən hədəfin böyük olmalıdır. Sən Həzrəti Əliyə baxmalısan. Həzrəti Əliyə baxmalısan, harasa yetişə biləsən. Böyük qoymalısan hədəfi özün üçün. Hədəf böyük olmalıdır. Və insanın ruhu nə qədər böyüdürsə, hədəfi nə qədər böyüdürsə, şəxsiyyəti nə qədər böyüdürsə, Allah mütəal da o qədər bərəkəti də o qədər verir, imtihanı da o qədər verir, Allah o qədər də nəzər edir. Sənin böyüklüyün boyda. Sənin şəxsiyyətin boyda sənə nəzər edir. Nə boydasan, o boyda Allah mütəal sənə baxır. Biz bu məclislərdə nə edirik? Biz bu məclislərdə bu məsələləri əldə eləməliyik. Bu məclislərdə biz gəlmişik bu məclisə savab qazanmaq üçün gəlmişik. Yalnız və yalnız savab qazanaq. Gəlmişik bu məclisə yalnız və yalnız məlumat toplayaq İmam Hüseyn barəsində. Ya yalnız və yalnız İmam Hüseyn üçün təziyə saxlayaq, ağlayaq, bunun üçün gəlmişik. Bunların hər biri ayrı-ayrılıqda yalnız mənim məqsədim bu olsa səhv edirəm.
Bəli, bu məclisin içində bunlar hamısı var. Savab əldə eləmək də var. Bu məclisin içində nədir? Həzrəti Peyğəmbərin ailəsinə təsliyyət vermək də var. Allahın şüarını bərpa eləmək də var. Bunlar hamısı var bu məclisin içində. Amma ən böyük hədəf nədir? Ən böyüyü nədir? Ən böyük hədəf biz diqqət eləyəndə Seyyid-i Şühədanın məclisində, süfrəsində əldə eləyəcəyimiz hədəf biri budur ki, qeyri-məsumun yetişə biləcəyi ən böyük məqam nədir? Məsumla birgə olmaq. Qeyri-məsumun yetişəcəyi ən uca hədəf, ən uca məqam odur ki, nədir? Məsumla birgə hərəkət eləsin, onun yanında olsun. Ayə oxuyuram, hər məclisdə bu ayəni oxuyuram. Ya eyyuhəl-ləzīnə amənu ittəqullaha və kunu ma'as-sadiqin. Təqvalı olun, doğru danışanlarla hərəkət eləyə biləsiniz, birgə ola biləsiniz. Əli ilə hərəkət eləmək üçün əli siddiqdir. Siddiqlə birgə hərəkət eləmək üçün sənin təqvan yerində olmalıdır. O təqva yerində olmalıdır. Onunla hərəkət eləmək vacibi məsələdir, mühüm məsələdir. Birinci nöqtə nədir? Birinci nöqtə biz oxuyuruq ziyarətnamədə. Fəəsəlullahəl-ləzi əkrəməni bima'rifətikum və ma'rifəti əvliyaikum və rədəqənil-bəra'ətə min a'daikum ən yəc'ələni məkum fid-dünya vəl-axirə. Bunu oxuyuruq. Sonra gəlirik bir hissəsində belə oxuyuruq. Və ən yərdubqəni tələbə tarikə məə imamin mənsur. İkinci budur. Birinci budur ki, mən məsum imamla birgə olum. İkinci budur ki, mən qisas alan imamla birgə Hüseynin qisasını alım. Yəni, məsələ burada belədir. Allah bir neçə dənə nöqtəni bizə göstərir. Onun içində ən mühüm nöqtələrdən biri budur ki, məsumla birgə olmaq. İkinci də nədir? İmam zamanla birgə İmam Hüseynin nəyin almaq? Qisasını almaq. O qisas şəxsi qisas deyil. Orada ümumi imamət məsələsinin qadağan olunması, ilahi hakimiyyətin qoyulması və orada səqifə əhlinin gəlib dünyəvi hakimiyyəti ortaya atması. Bu idi. İmam Zaman əleyhissalamla birgə olmaq. Baxın əzizlər, qeyd etdiyimiz ziyarətnamə ilk öncə Allah vəlisi ilə birgə olmağı bizə göstərir və buyurur, bunun bir neçə şərti var. Allah vəlisi ilə birgə olmağın da şərtləri var. O şərtlər yerində olmalıdır. O şərtlər olsa səndə, sən Allah vəlisi ilə birgəsən. Onunla bərabər hərəkət edirsən. O şərt nədir? Bima'rifətikum. Onları mərifətən tanımaq və mərifəti əvliyaikum, sizin dostlarınızı tanımaq. Əlinin dostu kimdir? Əhl-i beytin dostu kimdir? Onu tanımaq. Və rəzəqənil bəraətə min ədaikum. Sizin düşmənlərinizə qarşı da nədir? Bəraət. Nifrətim var. Düşmənlərimə nifrətim var. Nifrət daşıyıram. Din, məhəbbət və nifrətdən başqa bir şey deyil. Ya məhəbbət bəsləyirsən, ya nifrət bəsləyirsən. Bir şeyi xoşlayırsan, bir şeyi bəyənmirsən, xoşlanırsan. Hədisdə buyurulur ki, bu olmalıdır. Bu olmasa Furuuddinin bir hissəsi nədir? Yerində deyil. Yerində deyil, qardaş. O yerində olmalıdır. Baxın, əzizlər, birinci Allah höccətini tanımaq, məqamını, hədəfini tanımaq. Onun hədəfi nədən ibarətdir? Onun məqamı nədir? O imam hansı məqamdadır? O imam elə bir dənə Peyğəmbərin nəvəsidir, yox, belə yox. Bu məlumatdır. Biri də var məqamın tanımaq. Hansı məqamdadır? Allah yanında məqamı nədir? Bu cür tanımaq. Dostlarını tanımaq, düşmənlərinə bəraət. Əgər bunlar olmasa, imamın yanında da olsan,
cismani imamın yanında olsan, onda sən imama yük olacaqsan. Sən sonra imama qarşı da nədir? Çıxa bilərsən. İmama qarşı da çıxarsan. Biz tarixə diqqət eləyəndə baxırıq, görürük, tarixdə nə idi? Hər imam öz dövrünün imamıdır da. İmam zamanı. Hər imam öz dövrünün imam zamanıdır. Həzrəti Əlinin dövrüdür, Həzrəti Əlinin yanında olanlar məhşurdur, daha xəvaric məhşurdur. Əlinin yanındadılar. Əli deyir ki, mənim belimi qıran bilirsiniz neçə dəstə var. Ağlı gözündə olan, elminə əməl eləməyən, bir-bir sayır Həzrəti Əli əleyhissalam. Deyir, mənim belimi qırdılar. Bunlar deyir, mənim belimi qırırlar, Həzrəti Əli əleyhissalam buyurur. Bunlar Əlinin yanındadılar, amma Həzrəti Əli deyir, məndən soruşun, deyir ki, ya Əli, deyə bilərsən, saqqalımda neçə dənə tük var. Adamı yandırar və yandırmaz. Biri gəlir, səndə primitiv bir şərii məsələ soruşanda adam narahat olur, kişi, dəst namaz, sən neçə ildir namaz qılırsan, indi təəssüf olsun, amma belədir də. Neçə ilin namaz qılanı hələ qalıb dəst, çıx dəst namazdan, çıx qardaş, çıx. 50 ildir qalmışsan, dəst namazdan danışırsan, çıx oradan. İnkişaf edir, dünya inkişaf edir, qloballaşır dünya. Sən ayaqlaşmalısan, sənə dayanmaq olmaz, sən hərəkət eləməlisən, daim hərəkətdə olmalısan, inkişaf eləməlisən, düşüncən sənin hər cəhətdən inkişaf eləməlisən. Qalmışdılar Həzrəti Əli əleyhissalama yük idilər və Həzrəti Əli əleyhissalamın əleyhinə də başlayırdılar neynəməyə, çıxmağa. Həzrəti Əli əleyhissalamın əleyhinə necə çıxırdılar? Nələr eləyirdilər? Peyğəmbər buyurur ki, Aliyyun ma'al haqq, el-haqqu ma'al Ali. Haqq Əli iləndir, Əli də haqlandır. Ölçü vahidi kimdir? Həzrəti Əlidir. Sən Həzrəti Əliyə baxmalısan. Həzrəti Əli hansı tərəfdədir? Sən Həzrəti Əli ilə haqq-batil cəbhəsini ayrı eləməlisən. Amma bunlar nə edirdilər? Bunlar dayanırdılar Həzrəti Əlinin qabağında. Bunlar deyirdilər ki, ya Əli, sən 5 dəqiqə bundan qabaq deyirdin ki, dəstnamazsız bu Qurana əl vurmaq olmaz. İndi nədir? İndi bizə deyirsən ki, sürün atlar uzun. İndi bizə deyirsən ki, düşmən neynədir? Düşmən müqəddəs kitabdan sipər elədi. Muaviyə dedi, vurun nizələrə, qaldırın Quran vərəqlərini. Əlinin tərəfdarlarını Muaviyə tanıyır. Yaxşı tanıyır. Dedi, Əliyə deyin, mən dişi dəvə ilə erkək dəvəni tanımayanlarla gəlirəm onun üstünə. Bilirsən, Əli, mən sənin üstünə kimlə gəlirəm? Yəni, bu hələ erkək dəvə nədir, dişi dəvə nədir, bunu tanıya bilmir. Bu söz başa düşəcək, bu söz başa düşməyəcək. Bu başa düşməyəcək, bununla gəlirəm üstünə. Qaldırdılar, Həzrəti Əli əleyhissalam dedi ki, hərəkət eləyin. Deyir, sən ya Əli, deyirdin dəstnamazsız əl vurmaq olmaz. İndi deyirsən, ayaqlar altına atın mən o vərəqi. İndi deyirsən, mən onun üstündən tapdalayım, kesim. Nə qədər Həzrəti Əli desə, mən natiqi Qur'anam, bu qəbul eləməyəcək. Bunun çünki bəsirəti yoxdur, bu qəbul eləməyəcək. Çünki haqqın ölçüsünü bilmir. Bu bilmir ki, danışan Quran Həzrəti Əli əleyhissalamdır. Salavat hədiyyə eləyək. Allahümmə salli əla Muhamməd. Peyğəmbər bənzədir İmam Hüseyn əleyhissalamı. Buyurur ki, İmam Hüseyn əleyhissalam bu burulğanların içində həmən nicat verən gəmidir. Siz o gəmiyə gəlib minməlisiniz, hərəkət eləyəsiniz. İmam Hüseynlə İmam Hüseynin məktəbində olmaq, yəni təlatümlü dəryada gəmiyə minməkdir. Siz təlatumlu dəryada gəmiyə minməsəz, qərq olacaqsınız, boğulacaqsınız. Peyğəmbər ona görə buyurur ki,
İmam Hüseyn əleyhissalam nicat gəmisidir, nicat gəmisi. Onunla hərəkət eləməlisiniz. Hədisdə buyurulur ki, deyir, Qaləllah Əzzə və Cəl Allahın kəlamıdır, hədisi qudsidir. لَأُعَذِّبَنَّ كُلَّ رَعِيَّةٍ فِي الْإِسْلَامِ دَانَتْ بِوِلَايَةِ إِمَامٍ جَائِرٍ لَيْسَ مِنَ اللّٰهِ وَإِنْ كَانَ فِي أَعْمَالِهَا بَرَّةً تَقِيَّةً. Bir adam bilsə ki, ədalətsiz imamdır və bilsə ki, bu haqq imam deyil, əgər onunla dayansa, onun yanında olsa, onun ətrafında olsa, hədis buyurur ki, ən təqvalı adam olsa, bütün ömrünü belə imanla yaşasa belə, Allah onların heç birini qəbul eləmir. Allah onları qəbul eləmir, eləməyəcək Allah. Amma deyir, bir insan əgər haqq imamın cəbhəsində olsa, buyurur, وَلَا أَفُوَنَّ كُلَّ رَعِيَّةٍ دَانَتْ بِدِلَايَةِ إِمَامٍ عَادِلٍ مِنَ اللّٰهِ وَلَوْ كَانَ فِي عَمَالِهَا ظَالِمَةً مَزْلِيَّةً. Günahkar adamdır, deyir, günah əhlidir, günah eləyib, günahın içində boğulub, amma haqqın cəbhəsində dayanır, deyir, Allah bütün günahlarını bağışlayır. Niyə? Çünki sən hərəkətdəsən, sən düz hərəkət eləyirsən. Düz hərəkət yolunun üstündəsən. Sənin günahların olsa da Allah bağışlayar sənin günahlarını. Sən haçansa həqiqətə yetişəcəksən. Təsəvvürlə bir adama deyirsən ki, Məkkənin yolu belədir. Çıxır, piyada gedir Məkkəyə. 5 aya, 6 aya bu adam gedir, çatır Məkkəyə. Birinə deyirsən, Məkkənin yolu belədir, ən sürəti avtomobillə əks istiqamətə hərəkət edir. O Məkkəyə yetişməyəcək. Nə qədər sürətlə hərəkət eləsə də Məkkəyə yetişməyəcək. Baxın, əzizlər, İmam Sadiqə dedilər, ağa, sizin şiələriniz bu qədər günah eləyirlər. Niyə bu şiələr bu cürdür? Bunlar söz verdi, filan eləmədi, orada günah elədi, burada günah elədi, o birilərə bax elə. Necə dəqiqdir, necə dəqiqdir. İmam Sadiq əleyhissalam buyurdu ki, elə şeytanın işi buradadır da. Şeytan bununla məşğuldur da, zaten o birisi bilir ki, batil yolda hərəkət edir. Onu bilir. Şeytanın onunla nə işi var, ona desin naməhrəmə bax. Şeytan bilir ki, əqidəsi səhvdir, düz yolla hərəkət eləmir, bu cənnətə getməyəcək, çata bilməyəcək, əqidə səhvdir. Bu adam səhv yolda hərəkət eləyir. Bu mümkün deyil cənnətə daxil olsun. İndi şeytan buna niyə desin ki, sən gəl naməhrəmə bax. Niyə desin yalan danış. Niyə? Şeytan bununla niyə vaxt itirsin, niyə məşğul olsun? Şeytan onu gəlir sənə-mənə deyir. Görür ki, düz yolla gedirsən, başqa şeylə istəyir səni azdırsın. Başqa məsələlərlə istəyir səni azdırsın ki, sən gedib yetişə bilməyəsən cənnətə. Buyurur ki, mühümdür. Mühümdür hansı yolda olmağın, hansı cəbhədə olmağın. Baxın, əzizlər, imamın yanında cismani olmaq şərt deyil. Cismani olmaq şərt deyil. İmamın yanında bu məsələlərə diqqət eləməklə, bu nöqtələrə diqqət eləməklə imamın yanında ola bilərsən. İmamın yanında insanlar var idi. Həzrət İmam Hüseynin yanında var idi, Quran qariləri var idi. Həzrət İmam Hüseynin yanında İbn Abbas var idi, Həzrət Əlinin yanında başqaları var idi. Ya bəziləri vaxtında düz addım atmadılar, gecikdilər. Kimisi tələsdi, kimisi gecikdi, kimisi başladı neynəməyə? Məsləhət verməyə. İbn Abbas nə deyirdi? Neçə nəfər gəldilər, Həzrət İmam Hüseyin əleyhissalama dedilər, getmə, getmə, biri də İbn Abbas idi. Həzrət Əlinin qabağında diz vurub, Quran dərsi də oxuyub bu. Bu, İmam Hüseyin üçün ürəyi ağrıyır. İmam Hüseyin üçün ürəyi ağrıyır, amma bu İmam Hüseyini neynəmir?
İmam Hüseyni dərk eləmir, onun məqamını dərk eləmir. Başa düşmür ki, imam hərəkət eləyirsə, mənim vəzifəm nə etməkdir? Ondan hərəkət eləməkdir. Mənim vəzifəm dayanmaq deyil. İmam deyirsə gedirik, gedirik. Baxın, əzizlər var idi, bəziləri gəldilər İmam Hüseyin əleyhissalama, dedilər, ağa, Həzrət buyurdu ki, gəl mənə kömək elə. Dedilər ki, ağa, bəli, gəlib sənə kömək eləyəcəyik. Gedək, biraz işlərimiz var, o işlərimizi görək, ailəmiz üçün müəyyən məsələləri yoluna qoyaq, gələk. Sənin uşağın uşaq idi, Hüseynin uşağı uşaq deyildi. Sənin ailən ailə idi, Hüseynin ailəsi ailə deyildi. Ən azı bu qədər düşünə bilmədin. Getdi, gəldi, çatdı Kərbəlaya, dedilər, gecikmisən, artıq günəş nizənin başındadır. Hüseynin başını kəsib vururlar nizəyə. Artıq yoldadır, əhli əyalı əsirdir, aparırlar, sən gecikmisən. Başladı onda başına vurmağa. Birinci məsələ budur ki, əzizlər, dövrün imamı ilə onu dərk eləyib, onun məqamını dərk eləmək və onunla birgə hərəkət eləmək. İkinci buyurulur, ən yərduqəni tələbə tarikə mə'i imamin mənsurin min əhli beyti Muhammedin sallallahu aleyhi və səlləm. Neynəmək? Peyğəmbərin ailəsindən, əhli beytdən gələn imamla birgə olub, Hüseynin qatillərindən qisas almaq, onunla birgə olmaq. Duada da oxuyuruq, deyirik ki, ilahi, sənin bizim üçün təyin elədiyin ölüm hətmidir. Əgər mən ölsəm də və əxricni qəbri, məni qəbrimdən neynə çıxart, məni kəfənimdən çıxart, mən gəlim neyniyim, onun yanında olum, onunla birgə olum, bu cür dua edirik. Bunun üçün neynəmək lazımdır? O şərtlər olmalıdır, o şərtlər yerində olmalıdır. Buyurur İmam Hüseyin əleyhissalamın məktəbi bizə neyniyir? Bu ziyarətnamə göstərir ki, Aşura səni İmam Zamana çatdırmalıdır. Salavat hədiyyə eləyək. Allahümmə salli ala Muhammed ali Muhammed. Arada deyirəm salavatları, yuxumuz qaçsın. Neyniyir? Aşura bizə neyniyir? Bizə başa salır ki, siz Aşuranı dərk eləsəz, İmam Zamana yetişəcəksiniz. İmam Zamana yetişmək üçün yol hardandır? Aşuradandır. Yol buradandır. Bu məktəbdə sən almasan dərsi, İmam Zamanla birgə hərəkət eləyə bilməzsən. Zuhur yolu Aşuradan keçir. Zuhur elə bir mühüm məsələdir ki, bütün əyimmə, bütün peyğəmbərlər onun barəsində neyniyiblər? Bütün peyğəmbərlərin əlində olan proqram onun üçün olub. Bütün peyğəmbərlər gəliblər, onun barəsində danışıblar, onun barəsində söz deyiblər. Hamısı da o proqramı ki götürüb gətiriblər, onu İmam Zaman yerinə yetirəcək. Onlar gətirmişdilər, çatdırdılar, amma tamamlamaq hardadır? İmam Zaman əleyhissalamdadır. İmam Zaman İmam Zaman əleyhissalam da öz dövrünün imamıdır, bu dövrün imamıdır. Çox təəssüflər olsun, insanların çoxu necədir? Dünyasını dəyişən imam üçün ancaq ağlayır. Bir alim deyirdi ki, bilirsiniz niyə? Dünyasını dəyişən imam onun dövründə olmayıb, ondan tələbləri də nədir? Yoxdur axı belə. Amma dövrün imamının səndən tələbləri var. İmam Zamanın səndən tələblər qoyacaq qabağına. Ona görə bundan məşğul olmur. Hər bir dövrün imamı var. Bizim dövrümüzün imamı İmam Zamandır. Biz İmam Zamanı gündə hər namazda çağırırıq.
Ağa gəl, ağa nə üçün gəlsin? Gəlib neynəsin? Borcumu vermirlər, onu qaytarsın. Müşkülün var, müşkülünü həll eləsin. İmam Zamanı onun üçün çağırırsan, müşkülləri həll eləsin. İmam Zaman əleyhissalamı çağırırsan, bəli, İmam Zaman gəlib zülmətdən səni nura çıxardacaq. İmam Zaman nicat üçün gəlir, sən nicat tapmaq istəyirsən, boğulursan bu dəryada, boğulduğun yerdə çağırırsan mənə kömək eləyin. Amma dəryada boğulan adam axı çağıranda əl-ayağın tərpətmir. Köpüyə də əl atır axı. Təsəvvür edin, bir adam dənizdə boğulur, əlin ayağın tərpətməsin, gəlin mənə kömək eləyin. Yox, belə deyil. Özün çalışmalısan, çalışa-çalışa da nə etməlisən? Çağırmalısan. Sən çalışmalısan ki, zəminə yaransın. Sən İmam Hüseynin məktəbindən bunu başa düşməlisən. Mənim onu çağırmağım Küfədən yazılan məktublar kimi olmasın. Küfədən minlərlə məktublar gedir İmam Hüseynə. İmam Hüseyn gəl. Gəl ağa gəl. İmam Hüseyn də gəlir çıxır. Mən də çağırım, dursun gəlsin. Məşhurdur deyir. İmam Zaman əleyhissalamı çağırdı. İmam Zaman gəldi, bir gün bunun evinə, qapını açdı, ağa mən səni çağırıram, illərləndir çağırıram. Qapını açan kimi, buyur ağa mənim evimə. Dedi, o xalça sənin deyil, götür. Filan şey sənin deyil, orada haram qatmısan. Filan şey, çıxdı dedi ki, ay cəmaət evimə uğru girib. Gördü, mənə deyir ki, bunlar sənlik deyil. İmam Zaman gəlib mənə bir-bir göstərəcək. Şəhadət, sən filan vaxtı bu işi gördün, çox böyük səhvə yol verdin. Sən bunu düz eləmirsən. Sənin işin bu deyil. Sən get, fəhləliyi elə. Sən burada nə gəzirsən? Mən rahat İmam Zamandan qəbul eləyəcəm onu. Mənə desin, bırax bu şeyi, get bunu elə. Bunu eləmə, bunu elə. Bunu düz eləməmisən, filan eləməmisən. Rahat qəbul eləyəcəm. İmam Zamanın qoyduğu bir dənə qayda olacaq, hökmlər olacaq. O hökmü qəbul eləməyə mən hazıram. Həzrəti Əlinin dövründə olan insanlar zülmdən bezmişdilər, haqsızlıqdan bezmişdilər, haqq istəyirdilər, Əlinin arxasında dayandılar, zalimlə vuruşdular, Əlini müdafiə elədilər, 26 il zülmə baş əymədilər, beyyət eləmədilər, Əlinin yanında Əlini müdafiə elədilər, Əli hakimiyyətə gələn kimi üzünə qılınc çəkdilər. Niyə çəkdi qılınc? Zübeyir niyə qılınc çəkdi? Zübeyir ədalətsizlikdən bezmişdi, amma zülmdən bezmişdi, amma Əlinin ədaləti ilə yaşamağı öyrənməmişdi. Müşkül bu idi. Əlinin ədaləti ilə yaşamağı öyrənəcəksən. İmam Zamanın ədaləti ilə yaşamağı öyrənəcəksən. Öyrənməsən İmam Zamanın yanında ola bilməyəcəksən, qarşısında dayanacaqsan. Mühüm məsələdir. Buyurur, diqqətli olun. Bu diqqət olunası məsələdir. Allah Müteal öz peyğəmbərlərini də göndərdi, hamısını göndərdi, risalətin gətirdilər. Allah Quranda nə buyurur peyğəmbəri üçün? Buyurur, Huvəl-ləzi ərsələ rəsuləhu bil-hudə və dinil haqq liyudhirəhu ələ dini kulli və ləv kərihəl müşrikun. Bu peyğəmbər gəldi, dini gətirdi. Bu peyğəmbər dini gətirib, onun dini bütün dinlərə qələbə çalacaq. Kafirlər bunu istəməsələr belə. Elədir. Bütün dinlərə qələbə çalıb İslam dini. Yer üzündə deyir, bir din olacaq, İslam olacaq. Elə bir şey var.
yer üzündə Allahın xalis bəndəsi olacaq bir dənə Allahın göndərdiyi bəndə yer üzünü ədalətlə dolduracaq, hakim olacaq yer üzünə. Bu Quran ayəsidir də. Allah zəif düşmüş bəndələrini yer üzünə hakim eləyəcək. Elə bir şey olub yer kürrəsində. Olmayıb. Ay müsəlmanlar, bu Quran ayələrini neyniyək? Hara yazaq bu Quran ayələrini? Nə başa düşək bu Quran ayələrindən? Kim eləyəcək bunu? İmam Zaman əleyhissalam. İmam Kazım əleyhissalam buyurur ki, bu dövrün imamıdır, İmam Zaman əleyhissalamdır. Bir dənə də Allah Müteal bizə bir dənə də Quranda ayə deyir, əzizlər. Baxın, İmam Zaman əleyhissalamın dostu olmaq çətindir. Çox çətindir İmam Zamanın dostu olmaq. Yasin surəsində Allah bir dənə ayədir. O ayədə Allah belə buyurur. Buyurur ki, وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَى قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ. Həzrəti İsa neynəmişdi? Həzrəti İsa öz elçilərini göndərmişdi. Antakiya idi də. Təqribən deyilir ki, indiki məsələn Türkiyə ərazisi olub Həzrəti İsa'nın dövründə. Antakiya. Göndərdi, təbliğatçı göndərib. İnsanlar neynədilər? İnsanlar bunu qəbul eləmədilər. İnsanlar bunu qəbul eləmir, buna qarşı çıxırlar. Bir nəfər deyir, uzaq kəndin ucqar bir yerindən bir nəfər gəldi. O ayədə adın çəkmir, rivayətlərdə deyilir Həbib-i Nəccar. Yəni dülgər idi bu özü. Adı da Həbib idi. Bu Həbib gəldi, dedi, axı bu sizdən bir şey istəmir. Sizi yaxşı şeylərə dəvət eləyir, haqqa dəvət eləyir, Allaha dəvət eləyir, Xaliqə dəvət eləyir. Niyə qəbul eləmirsiniz? Onu da öldürdülər. Onu öldürdülər. Allah onu öldürdülər deyir. Daha o nə olacaq, necə olacaq, nə cür gəldi, qəbrə necə qoyuldu, o bərzəxdən necə keçdi, qiyamətə necə gəldi, bunların heç birindən danışmır. O gəldi, nə cavab verdi, nə cavab vermədi. Allah başlayır onun aqibətindən danışır dərhal. Nə dedi? Dedi, ey kaş, qilə duxulil cənnətə qalə, ya leyteni qavmi ya'lemun bima ghafara li rabbi ve cealeni minel mukremin. O qayətdə dedi ki, ey kaş, ona deyildi daxil ol cənnətə. O cənnətə daxil olandan sonra qayətdə dedi, ey kaş mənim qovmum biləydi, Allah məni neynədi, hansı məqama qaldırdı, o hansı məqamdır? Mukremin. Quran buyurur, mukremin kimlərin məqamıdır? Mələklərin, peyğəmbərlər. Orada nədir? Şühəda oradadır. Orada siddiqlərdir. Orada salihindir. Orada peyğəmbərlərdir. Orada mələklərdir. Deyir, məni ora qaldırdı. Ey kaş başa düşərdilər. Bu neyini bu kişi? Allah bu ayədə bizə nəyi çatdırır? Niyə deyir, ucqar bir kətdən gəldi? Niyə onu ayədə deyir? Adı da çəkilmir, tanınmış adam da deyil. Bu şəhərin mərkəzində tanınmış hansısa bir hacı da deyil. Ucqar bir yerdən gəlib, adsız, sansız bir adamdır. Allah bizə demək istəyir ki, həqiqətə çatmaq üçün, Allaha çatmaq üçün ad, san və ilaxır və s. bunların heç biri lazım deyil. Dövrün imamına yetişmək üçün sənə ad-san lazım deyil. Hədislərdə var, siz elə adamlar olacaq, insanlarla deyir, elə davranın, onların qəlblərini sındırmayasınız. İnsanlarla yaxşı davranın. Onların içində Allahın xalis bəndələri var. Dostları var. Sən bilmirsən hansı biridir. Allahın dostu bunlardan hansı biri olacaq. Qiyamət günü baxacaqsan, İmam Hüseynin yanındadır. Allahın xalis bəndəsidir. İmam Hüseyn əleyhissalamın yanında nə qədər adlı sanlı adam var idi. Neçəsinin adını bilirsən?
Zuheyr idi, Buheyr idi, bir neçə Həbib ibn Məzahir idi. Adlı sanlı adamlar sayacaqsan 5-6 dana. Qalanları hamısı nədir? Adsız adamlardır. Qalanları hamısı şühədadan olanların çoxu nədir? İmamın yanında olanlar, bunlar nəsəbi, adı, sanı bilinməyən sadə insanlardır. Sənə çətin gəlməsin İmam Zamanın yanında olmaq. İmam Zamanın dostu olmaq sənə çətin gəlməsin. Sadəcə nədir? Ayaq götür, nəfsünlə məşğul ol, yetişəcəksən. Kim idi yanında? Vəhəbdir, Nəsrani Vəhəb. Nəsrani Vəhəb. Gəlir imam, yetişir, görür ki, bir nəfər Nəsranidir bu, anasıdır, özüdür, yoldaşıdır. Bu neynədir? İmamı gördü, orada bir kəramətin şahidi oldu. Orada su yox idi, gördü ki, imam nizəsini çıxardanda yerdən suyu gördü. Allah onu oradan hidayət elədi. İmamdan gördü bunu. Gəldi, qoşuldu imama, bir çobandır. Çobandır, Nəsranidir, müsəlman da deyil. İmamla gəlir, təzə evlənib, ailə qurub, yoldaşı onunla. Gəlir Kərbəlaya imamla birgə. İmamla gəldi Kərbəlaya, icazə aldı imamdan, birinci icazə alanlardan döyüş meydanına gedir. Döyüş meydanında da rəşadət göstərir. Döyüş meydanına gedəndə yoldaşı gəldi, dedi ki, mən razı deyiləm. Dedim, mən getməliyəm, Peyğəmbər balasıdır, buna kömək, biz bu boyda yolu gəlmişik. Dedim, mən cavan qız, sənlə təzə evlənmişəm, sən qoyub gedəcəksən bu cür, deyir ki, axı getməliyəm. Dedi, mən razılaşmıram, gedək, məni apar o imamın yanına, ona sözlərim var. Onun yanında danışacağıq. Götürdü, gəldi Peyğəmbərin yanına. Dedi, mənim şərtim var. Nədir sənin şərtin? Dedi, mənim şərtim neynəməkdir? Məhşər günü cənnətə daxil olmaqdır. Şərtim budur, sizlə birgə olun. Peyğəmbər ailəsi ilə birgə olun. Yoldaşımla birgə olun. Həmən xanımı da götürmüşdü, çıxartmışdı xeymənin, sütunun hücum eləmişdi, onu da vurmuşdular, öldürmüşdülər. Bu xanım. Nəsrani. Nə ad var, nə san var, gəldi, qoşuldu İmam Hüseyin əleyhissalama. İmam Zamana qoşulmaq üçün uzun-uzadı dualar lazım deyil. Uzun-uzadı neyniyəsən? Dualar oxuyasan, zikirlər eləyəsən. Zikirlər oxuyasan, nədir? İmam Zamana sən yetişəsən. Allah rəhmət eləsin. Ayətullah Seyyid Sistani'nin atası üçün deyirlər. Ayətullah Seyyid Sistani'nin atası neynədi? Çillə saxladı, dualar oxudu, İmam Zamanı görsün, İmam Zamanla görüşsün. Sonuncu çilləsində bir nur gördü. O nurun dalısı isə çıxdı. Gəldi, gördü məhəllənin birində nədir? Nəsə səsküy gəlir, kimsə dünyasını dəyişir. Gördü ki, bu nur bu evin üstündədir. Gəldi, daxil oldu evə, nə olub? Bəli, rəhmətə gedib, bir xanımdır, rəhmətə gedib. Girdi içəri, pərdə gözündən çəkildi, İmam Zamanı gördü. İmam Zaman əleyhissalamı gördü, dedi, ağa, mən çillə saxlayırdım, səni görüm. Həzrət qayıtdı, dedi ki, məni görmək üçün çillə saxlamaq lazım deyil. Məni görmək üçün bu xanım kimi olmaq lazımdır. Allahın vacibatını qorumaq lazımdır. Bu xanım qadağalar var idi. Hicabla bayıra çıxmağa icazə yox idi. Cavan vaxtının 7 ilini evdən bayıra çıxmadı. Bayıra çıxmadı ki, naməhrəm məni görər.
harasa gedərdilərsə, gecənin zülmət qaranlığında qohumun evinə getsin, harasa getsin, gündüz bayıra çıxmadı. Məcburidir. Məcburdur, məcbur eləyirlər, qoymurlar, amma evdən bayıra da çıxmır. Nə qədər riayət eləyirik buna? Nə qədər şəriətin qaydasına bu insanlar kimi riayət eləyirik? Öz işlərimizdə nə qədər diqqətliyirik? Buyurur, diqqətli olsaz, əgər siz diqqət eləsəz, İmam özü sizin yanınıza gələcək, çatacaqsınız imama, yetişəcəksiniz, adsan, heç nə lazım deyil. Böyük adam olmaq lazım deyil, alim olmaq lazım deyil bunun üçün. Saysız kitab oxumaq lazım deyil bunun üçün. İşində nə olasan, diqqətli olasan, Allahın hökmünü qoruyasan. Vəhəbdir, yanındadır. Condur, Conun 92 yaşı olub. Həbib ibn Məzahirdən qoca olub. 92 yaşı var idi, cavan deyildi. O gəlirdi, cəmaatın, məsələn, qılıncdır, o qılıncı siyirmək lazımdır, düzəltmək lazımdır, silahları təmir eləyirdi, uşaqları yığırdı başına, uşaqlarla oynayırdı, uşaqların fikrini saxlayırdı, qoca kişi idi. Kərbəlada bir şəhidlər gedir, İmam Hüseyn əleyhissalamın gözü birdən sataşdı Cona. Gözü sataşdı, gördü qoca kişi, əldən düşən qoca kişi, gözlər gedib çuxura, qara bir dənə qulandı. İmam Hüseyn dedi ki, Con, sən burada, sən niyə gözləyirsən? Çıx get, mən sənə icazə verirəm. Çıx get, mən sənə icazə verirəm. Sənin imamın mən deyiləm, mən sənə icazə verirəm, çıx get. Dedi Hüseyn, mən qara qulamam. Rəva deyil mənim qanım Əbəlfəzlin qanına qatışsın. Rəva deyil mənim qanım Əli Əkbərin qanına qatışsın. Dedi Hüseyn, bunları başa düşürəm. İmam Hüseyn dedi ki, yox, əslan elə deyil Con, elə deyil. Dedi, elə deyilsə Hüseyn bil, mən xoş günün dostu deyiləm. Nə çox var, xoş günlərin dostu, xoş günlərin qohumu. İmkanın yaxşı idi, hər şey yaxşı idi, yanında idilər. Düşdün, tərk elədilər səni. Dedi Hüseyn, mən onlardan deyiləm, mən o insanlardan deyiləm Hüseyn. Məhəmməd var idi, Məhəmməd. Həmən şəxs gəldi, tarixdə adını qeyd edirlər bunun, Abdullah. Bu Abdullah, bilirsiniz, şəhadət üçün neçə kilometr yol qət eləmişdi. Hesablayırlar, 1200 fərsəx, 7200 kilometr. 7200 kilometr necə qət eləmişdi bu adam? Bu adam Küfədən məktubları yazdılar, İmam Hüseyni dəvət elədilər, məktubları götürdü, gəldi Məkkəyə. Gəldi, çatdı Məkkəyə, 300 fərsəx, gəldi, çatdı Məkkəyə. İmam Hüseynə məktubları verdi. İmam Hüseyn Müslümü göndərdi Küfəyə, bu Müslümlə bərabər yolu tanıyır, Müslümə bələdçilik eləyir, Müslümü götürür, gətirir Küfəyə, çatdı Küfəyə. Küfədə insanlar yığışmışdı Müslümün arxasına, Müslüm məktub yazdı İmam Hüseynə ki, gəl Hüseyn, vəziyyət yaxşıdır, o məktubu götürdü, apardı təzədən Məkkəyə. Çatdı Məkkəyə, İmam Hüseynlə təzədən qayıdır Küfəyə. Gəlib çatıb Kərbəlaya, İmam Hüseyn namaz qılmalıdır, düşmən ox atır, zöhr namazını qoymurlar qılmağa. Züheyr gəldi İmam Hüseynin qabağında dayansın. Bu çıxdı qabağa, dedi Hüseyn, Züheyr yox, mən dayanmalıyam, mən bu qədər yolu qət eləmişəm sənin qabağında şəhadətə yetişmək üçün. Xahiş edirəm, mənə icazə ver, mən dayanım.
Dayandı İmam Hüseynin qabağında. İmam Hüseyn namaz qılır. 12 dənə zəhərli ox atdılar. Zəhər vurmuşdular oxlara ki, zəhər vururdular bədənə sancılan kimi təsirin göstərsin, bədən tez qüvvədən düşsün. 12 dənə ox bədəninə dəydi. Taqətsiz halda, taqətdən düşüb, imam namazın qutaracaq. Deyirlər, bir dənə də ox atdılar, daha qolları qalxmır, üzünü verdi oxun qabağına. Ki, Hüseynə dəyməsin. Yıxıldı İmam Hüseynin qucağına. Ey Peyğəmbər balası, vəfa elədim əhdimə. Mən vəfa elədim. Bu boyda yolu gəlib, bu boyda xidmətlər eləyib, son anda soruşur, deyir Hüseyn, mən vəfa elədim əhdimə, vəfa elədim. Nə ad sanları var idi, heç nə, ad sanları yoxdur. İmam Hüseynin bu məktəbdə bir də körpə bir şəhidi var. Onun 6 aylıq balasıdır. Çox körpədir. İmam Hüseynin məktəbində amma böyük həqiqətləri çatdırır bu körpə. İmam Hüseyn əleyhissalamın bir xüsusiyyəti var idi, anası Zəhra kimi. Heç kimə nəyisə istəmirdi. Demirdi, məsələn, bu işi mənim üçün görün. Həzrət Əli 2 nəfər üçün deyir. Deyir, Zəhra məndən heç nə istəmirdi ki, birdən xəcalətli olaram. Heç nə istəmirdi, birdən onu eləyə bilmərəm, narahat olaram. Bir də Hüseyn, Həzrət Əli buyurur, Hüseyn də belə idi. 2 yerdə Hüseyn istədi. Bir hardaydı, Əbəlfəz ağa şəhid olandan sonra İmam Hüseyn əleyhissalam gəldi Həzrət Əbəlfəz ağanın bədənin götürsün. Həzrət Əbəlfəz ağa idi, suyu gətirirdi, indi su gətirən yoxdur. Gəldi, gördü ki, 3000 nəfər Peyğəmbər ailəsinin qabağını kəsib. Xeymələrin qabağında qız gəlinlərin qabağını kəsiblər 3000 silahlı. Həzrət İmam Hüseyn əleyhissalam gördü ki, hücum eləyəcəklər ailələrə. İmam Hüseyn əleyhissalam üzünü tutdu onlara, dedi, sizin içinizdə bir nəfər var mənə var bir nəfər Peyğəmbər ailəsini qorusun. Hüseyn düşmənə dedi, var bir nəfər kömək eləsin. Bu sözü, İmam Hüseynin bu sözünü xanımlar eşitdi, xanım Zeynəb eşitdi, ürəyi yandı. Xanımlar başladılar ucadan ağlamağa. Hüseyn necə məzlumdur, necə qəribdir. Necə qərib olub Hüseyn. Bir bu idi, bir də Hüseynin istədiyi, gördü artıq susuzluqdan baxdı, gördü xanım Zeynəb dayanıb, körpə bala xanım Zeynəbin əlindədir. Ancaq o quş kimi ağzın, dodaqların tərpədir, susuzdur. Ana yoxdur. Ana yoxdur. Ana xeymədən bayıra çıxmır ki, Hüseyn utanmayasan. Utanmayasan çıxmır bayıra. Deyir, İmam Hüseyn əleyhissalam gəldi, dedi, bacı, mənim körpə balamı ver mənə. Verdilər. İmam Hüseyn əleyhissalam götürdü əlində, qaldırdı yenə düşmənə, dedi, mənlə düşmənçiliyiniz var, məni öldürmək istəyirsiniz, mənə rəhm eləmirsiniz, bu körpəyə rəhm eləyin. Necə aciz dayanmışdı, dedi, bu körpəyə rəhm eləyin. İmam Hüseyn əleyhissalam bunu deyəndə, onların içindən biri çıxsın desin ki, Hüseyn, bəli, bir içim su veririk. Yox, hərmələ çıxdı 3 şöbəli oxla. Muxtar Səqəfi qiyam eləyib, Muxtar Səqəfi qisas alıb İmam Hüseynin düşmənlərin bir başların kəsir Muxtar, yığıb başları bir yerə, neçə ildir, 2 il, neçə aydır üstündən kesib.
İmam Hüseynin şəhadətindən xanımlar qaradan çıxmırlar, müsibətdən çıxmırlar. Göndərdi, dedi bunları apar, bu bağlamaları apar İmam Səccada denən ki, sənə Muxtar hədiyyə göndərib. İmam Baqir buna görə deyir ki, Allah səni rəhmət eləsin Muxtar. Sən bizim xanımlarımızı qaradan çıxartdın, müsibətdən çıxartdın, Allah sənə rəhmət eləsin. Abbasilər bilirsiniz də hədislər uydurublar. Muxtar barəsində, Muxtar gedəcək cəhənnəmə düşəcək, ağılsızlıqda götürüb hamısı bunu paylayırlar belə-belə filan. Hər hədis bəyəm qəbul olunur. İmamın sözünə baxsan, İmam deyir Allah rəhmət eləsin Muxtarı. Göndərdi, İmam Səccad deyir oturmuşdu, yemək yirdi. İmam Səccad bilirsiniz də, Yezid yemək yeyə çağır, gətizdirdi İmam Hüseynin başına. İmam Səccad dedi ki, görüm sənin başın qabağıma belə gəlsin. Oturmuşdu. Üzr istəyirəm, Ömər Səd. Oturmuşdu, İmam Səccad əleyhissalam gördü, bağlamaları gətirdilər. Açdılar, 70 nəfərin başını göndərib. 70 nəfərin. İmam xəbər göndərdi, xanımlar qaradan çıxsınlar. İmam Səccad orada bir söz soruşdu. Dedi, Muxtar deyir, siz qisas aldı, öldürdü hamısını. Dedilər, ağa öldürdü, belə elədi, belə qisas aldı. Deyir, hərmələni öldürdü. Dedilər, yox ağa, hələ hərmələni tutmayıb. Hələ hərmələni öldürə bilməyib. İmam Səccad deyir, hönkürtü ilə ağladı. Dedilər, ağa, niyə belə ağlayırsan? Dedi, Allah onu yandırsın, o bizim qəlbimizi yandırıb. O Hüseynin 6 aylıq balasını oxlayıb. O körpə balanın boğazını biçib. İmam Hüseyin əleyhissalam qaldırdı qanı, belə göyə səpdi. Dedi, ilahi, mən dözürəm, bilirsən niyə dözürəm? Baş verənlər gözümün qabağında baş verir. Və lənətullah ələ qavməz zalimin. Əssəlamu aleykə ya Əba Abdillah. Əssəlamu Hüseyin və alə Ali ibn Hüseyin və alə boş beşin açaram balaya, boş beşin açaram bala, çöllerde mən qaçaram. Əli bir də qucağıma gəlsən, nənən qurban, əllər bir açaram, əllər bir açaram. Elə oturduğunuz yerdə inşallah, bir neçə inşallah ələ sıxardan inşallah deyəcəm. Elə asta inşallah vurarsınız inşallah sinə dizlərinizə inşallah. Bacı Cəlal əsqərvi, Bacı Cəlal əsqərvi, yarəsin özün bağla, yarəsin özün bağla. Bacı Cəlal əsqərvi, Bacı Cəlal əsqərvi, yarəsin özün bağla, yarəsin özün bağla. Sənə yarali balamı,
Sənə yaralı balamı Nuhəsin deyim ağla Nuhəsin deyim ağla Görüm bu sən ayət deyim Görüm bu sən ayət edin Oh deyəndə quş neylər Oh deyəndə quş neylər Çəkər qanadım başına Çəkər qanadım başına Gözlərin yumar neylər Gözlərin yumar neylər Bazı Cəlal əsgəri bitir Bazı Cəlal əsgəri Yarəsin özün bağla Yarəsin özün bağla Bazı Cəlal əsgəri Bazı Cəlal əsgəri Yarəsin özün bağla Yarəsin özün bağla Bunun kanadın anası Bunun kanadın anası Bağlayıp yola saldı Bağlayıp yola saldı Bazı Cəlal əsgəri Bazı Cəlal əsgəri Yarəsin özün bağla Yarəsin özün bağla Bir də deyin inşallah Bazı Cəlal əsgəri Kərbəlada deyəsən inşallah O qəbrinin kənarında Bağla Dərdim var, hacətim var Bir də deyin Bazı Cəlal əsgəri Bu duadır inşallah Bazı Cəlal əsgəri Yarəsin özün bağla Yarəsin özün bağla O qədri çaldı ələ yar O qədri çaldı ələ yar Yapışdım özüm öldü Yaraşdım özüm öldüm Münasip gördüm o gözün Münasip gördüm o gözün Bir gülistan gül ektim Bir gülistan gül ektim Bazı Cəlal əsgəri Bazı Cəlal əsgəri Yarəsin özün bağla Yarəsin özün bağla Ona tökdüm göz yaşımı Ona tökdüm göz yaşımı Öz başıma kül səptim Öz başıma kül səptim Dedim o gülüm yum gözüm Dedim o gülüm gözümü Teşnələb alam lay lay Teşnələb alam lay lay Bazı Cəlal əsgəri Bazı Cəlal əsgəri Yarəsin özün bağla Yarəsin özün bağla Gülüm utandırma məni Gülüm utandırma məni Ba ətəh balam lay lay Ba ətəh balam lay lay Oxum baxdım pərlərinə Oxum baxdım pərlərinə Qəlbimə vərəm düşdü Qəlbimə vərəm düşdü Bazı Cəlal əsgəri Bazı Cəlal əsgəri
Yarəsin özüm bağla, yarasını gördüm balam, yarasını gördüm balam, yadı mənənəm düştü, yadı mənənəm düştü. Bazı Celal əsgərimi, bazı Celal əsgərimi, yarəsin özüm bağla, o yerde mən gərək bazı bəlaya imtihan verəm. O yerde mən gərək bazı bəlaya imtihan verəm. Özüm köməklərim susub, bu çöldə teşnə can verəm. Bu çöldə teşnə can verəm. O yerde mən gərək bazı bəlaya imtihan verəm, bəlaya imtihan verəm. Özüm köməksizəm susub, bu çöldə təşnə can verəm, bu çöldə təşnə can verəm. O yerdə mən gərək bazı bəlaya imtihan verəm, bəlaya imtihan verəm. Özüm köməksizəm susub, bu çöldə təşnə can verəm, bu çöldə təşnə can verəm. Deyək inşallah. Bu yerdə mən gərək bazı, bu yerdə mən gərək bazı bəlaya imtihan verəm, bəlaya imtihan. Özüm köməksizəm susub, özüm köməksizəm susub, bu çöldə təşnə can verəm, bu çöldə təşnə can verəm. Bu yer o yerdi daima, bu yer o yerdi daima, həqiqətin binası var, həqiqətin binası var. Bu yer o yerdi Zeynəbi, bu yer o yerdi Zeynəbi, havası yox bəlası var, havası yox bəlası var. Bu yer o yerdi zahirəm, ki qorxulu havası var, ki qorxulu havası var. Bu yerdə mən gərək bazı bəlaya imtihan verəm. Bu yerdə mən gərək bazı bəlaya imtihan verəm, bəlaya imtihan. Özüm köməklərim susub, bu çöldə təşnə can verəm, bu çöldə əşqiya vurar, bu çöldə əşqiya vurar, şərarə yanar bu xeymə. Bu çöldə əşqiya vurar, şərar yanar bu xeymələr, şərar yanar bu xeymələr. Qaçar səkinə çöllərə, qaçar səkinə çöllərə, susuz qalar yanar mələr, susuz qalar yanar mələr. Bu yerdə mən gərək bazı bəlaya imtihan verəm, bəlaya imtihan verəm. Özüm köməklərim susub, dərim susub, bu çöldə təşnə can verəm, bu təşnə can verəm. Hüseyin, Hüseyin,
belaliyem ağlaram. Hüseyin, Hüseyin, belaliyem ağlaram. Garaceyu ezaliyem ağlaram. Garaceyu ezaliyem ağlaram. Sürünme meydanide yaralarım gam verir. Sürünme meydanide yaralarım gam verir. Hüseyin, Hüseyin, belaliyem ağlaram. Hamid. Hüseyin, Hüseyin, belaliyem ağlaram. Karaceyu ezaliyem ağlaram. Karaceyu sürünme meydanide yaralarım gam verir. Sürünme meydanide yaralarım gam verir. Hüseyin, Hüseyin, belaliyem ağlaram. De bu sözü. Hüseyin, Hüseyin, belaliyem ağlaram. Garaceyu ezaliyem ağlaram. Ahsen. Sürünme meydan, sürünme meydanide yaralarım gam verir. Meydanide yaralarım gam verir. Sürünme meydanide yaralarım gam verir. Ya Hüseyin derdimizin sendedir dermani ağa. Ya Hüseyin derdimizin sendedir dermani ağa. Naümüt eylemesen bir nenevün cani ağa. Naümüt eylemesen bir nenevün cani ağa. Ya Hüseyin can, ya Hüseyin can de. Ya Hüseyin can, ya Hüseyin can. Ya Hüseyin derdimizin sendedir dermani ağa. Ya Hüseyin derdimizin sendedir dermani ağa. Naümit eylemesen bil nenevün cani ağa. Naümit eylemesen bil nenevün cani ağa. Ya Hüseyin can, ya Hüseyin can. Ya Hüseyin can, ya Hüseyin can. Ya Hüseyin derdimizin, ya Hüseyin derdimizin sendedir dermani ağa. Ya Hüseyin derdimizin hacetim var deysiz İmam Hüseyin'e. Naümid eylemesen, naümid eylemesen bil nenevün cani ağa. Naümid eylemesen bil nenevün cani ağa. Ya Hüseyin can, ya Hüseyin can. Ya Hüseyin can, ya Hüseyin can. An verdik seni gözlerden akan eşkilere. An verdik seni gözlerden akan eşkilere. Esherin lebleri misli kuruyan meşkilere. Esherin lebleri misli kuruyan meşkilere. Neyze üstte şuhedanın yaralı başlarına. Mahmil üstte
batıb qanə batan saçlarına Mən bir üstə batıb qanə batan saçlarına Ya sen can, ya sen can, ya sen can Derdim var İmam Hüseyin'den ile hastam var istem Ya Hüseyin can, ya Hüseyin can Ya Hüseyin derdimizin Ya Hüseyin derdimizin Sendedir dermani ağa Na-ümid eyleme Na-ümid eylemezsen birlenebim cani ağa Na-ümid eylemezsen birlenebim cani ağa Qəmçi altında gezen çölleri elin ereme Qəmçi altında gezen çölleri elin ereme Elgem üstünde yatan qane boyanmış eleme Elgem üstünde yatan qane boyanmış eleme An verik seni ellerde ölen Zehra'ya Mehremi göz qabağında döyülen Mevla'ya Ya Hüseyin can, ya Hüseyin can 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 Şimdi yaban fazla başına Alemi bana dolanır Şimdi yaban fazla başına Alemi bana dolanır Fakhri yerseyle dolanır Başına mola dolanır Fakhri yerseyle dolanır Başına mola dolanır Hansı gurur Bele Mevlası var Hansı gurur Bele Mevlası var Şiireleri Hazreti Abbası var Şiireleri Hazreti Abbası var Yagan kız başına Ağları bana dolanır Fakhri yerseyle dolanır Başına mola dolanır Fakhri yerseyle dolanır Başına mola dolanır Hansı gurur Bele Mevlası var Hansı gurur Bele Mevlası var Şiireleri Hazreti Abbası var Şiireleri Hazreti Abbası var Çarşıda Kerbela
Ali'nin balası Aleme oturdu gemi Şimdi Ali'nin balası Aleme oturdu gemi Geldi şidodan yatacak Yatmasa el fazleleri Geldi şidodan yatacak Yatmasa el fazleleri Köşsene canlarımız Kurban ola Ebelfez Köşsene canlarımız Kurban ola Ebelfez Elleri belki kaldı Kurban olum Ebelfez Hansı gurur nele mevlası var Hansı gurur nele mevlası var Şiirlerin Hazreti Abbası var Şiirlerin Hazreti Abbası Bir de eşliğinde Fazl Ali, Sayyidina Babao Paridi. Şimdi Fazl Ali, Sayyidina Babao Paridi. Her şefakat baş uzalar, her kim onun nokeridir. Her şefakat baş uzalar, her kim onun nokeridir. Vesfi güzel temala. İran olum Ebelfez Kâmetidir rübaya Kurban olum Ebelfez Hansı gururun nele mevlası var Hansı gururun nele mevlası var Şiirlerin Hazreti Abbası var Şiirlerin Hazreti Abbası var Hansı gururun nele mevlası var Hansı gururun nele mevlası var Şiirlerin Hazreti Abbası var Şiirlerin Hazreti Abbası var Canime canan ya Ebu Fazil Canime canan ya Ebu Fazil İşkime sultan ya Ebu Fazil Derdime derman ya Ebu Fazil 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 Çalnime canan ya Ebu Fazil Çalnime canan ya Ebu Fazil İşkime sultan ya Ebu Fazil Derdime derman ya Ebu Fazil 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 İşkime Ebu Fazil Ya Ebu Fazil Kudretin dağlara benzer Kudretin dağlara
غیرت فاتح پیغمبر منزل غیرت فاتح پیغمبر منزل شیر خدانın şirini doğli şir خدانın şirini doğli heylerin doğli heylere benzer heylerin doğli heylere benzer ya Ebu Fazıl 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 kan şehamet behr şücaat kan şehamet behr şücaat heykam و غیرت عین رشادت انی کورشلی سینم گشادت انی کورشلی سینم گشادت قیامت قامت قامت قیامت قیامت قامت قامت قیامت یا ابو فاضل 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 bir de işkine ya Ebu Fazıl ya Ebu Fazıl sen bacalarsan bacalanlarda sen bacalarsan bacalanlarda meydanda baştan kahramanlardan meydanda baştan kahramanlardan Mavridi yıktın kanni meydana Mavridi yıktın kanni meydana sabr tabansan kahramanlardan ya Ebu Fazıl 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 bir de ya Ebu Fazıl ya Ebu Fazıl dilimde ezber nağmeyi teşbih dilimde ezber nağmeyi teşbih oynar elimde kabze-i şemşir leşe sararsan kalbi aduya leşe sararsan kalbi aduya kalpler rüya rüya görmüşür kalpler rüya rüya görmüşür ya Ebu Fazıl 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 bir de ya Ebu Fazıl ya Ebu Fazıl توی تو تنها ذکر تلیرم توی تو تنها ذکر تلیرم عاشق دلدار ازلیم عاشق دلدار ازلیم بذار بدونم پرده عالم بذار بدونم پرده عالم غلام عباس ابن علیم غلام عباس ابن علیم یا ابو فاضل 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 eşkine ya Ebu Fazıl ya Ebu Fazıl ya Ebu Fazıl
الفاتح خیبر منزل غیرت الفاتح خیبر منزل شیر خدانه شیر دیلانی شیر خدانه شیر دیلانی حیدر موله حیدر بنزل حیدر موله حیدر بنزل حیدر موله حیدر بنزل یا ابو فاضل 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 زن سسول ای جماعت آشیدم من ای جماعت آشیدم من عشقی جذاب حسین دل ای جماعت آشیدم من ای جماعت آشیدم من عشقی جذاب حسین عشق سبا شای مرم چون بری مرباب حسین دل عشق سبا شای مرم چون بری مرباب حسین دل ای جماعت آشیدم من ای جماعت آشیدم من عشقی جذاب حسین دل عشق سبا شای مرم چون بری مرباب حسین دل عشق سبا شای مرم چون بری مرباب حسین دل دیدم تا بیل عالم دیدم تا بیل عالم به زمان رفتم و دیدم تا بیل عالم به زمان رفتم و آقامون رو زنرینده آقامون رو زنرینده مزاقان اختار گذارم آقامون رو زنرینده مزاقان اختار گذارم ای جماعت آشیدم من ای جماعت آشیدم من عشق جذاب حسین دل عشق سبا شای مرم چون بری مرباب حسین دل عشق سبا شای مرم بری مرباب حسین دل عشق سبا شای مرم چون بری مرباب حسین دل یورش من دوالیدی یورش من دوالیدی گردی من پاسم حسینم یورش من دوالیدی گردی من پاسم حسینم من و لحظتم مرودم شاه بین الحرمینم من و لحظتم مرودم شاه بین الحرمینم دیگرم تا بیل عالم نتوان بختم رودم دیگرم تا بیل عالم نتوان بختم رودم آقامون رو زنرینده آقامون رو زنرینده و جوان اختار گذارم ای جماعت آشیدم من ای جماعت آشیدم من عشقی جذاب حسین دل عشق سبا شای مرم چون بری مرباب حسین دل عشق سبا شای مرم چون
خزانه بنزر آقارب منیم ده زلفم آقارب منیم ده زلفم چمن خزانه بنزر حسین آی شرگدیم برادر انت شرگدیم برادر باشون دوستی زهرا بی حرم حسین بی کفن زهرا بی حرم حسین بی کفن زهرا بی حرم حسین بی کفن زهرا بی حرم زهرا بی حرم حسین بی کفن زهرا بی حرم زهرا بی حرم حسین بی کفن زهرا بی حرم Ammar Yusuf'i her çandolu dünya beğenib Hüsnü mahşuri disipline Züleyha beğenib Khali der nimeti bir Salik zülfana verib Sotu Davud'a verib Mülkü Süleyman'a verib Sabri Eyyub'a verib Hikmet-i Davvan'a verib Hüsnü ruhsarı verib Yusuf-i Kenan'a verib